Bu resepti kaçırmayın. Yani evde badımcan varsa durun bunu hazırlayın. Keçək hazırlamağına. Məndə burada 4 dənə badımcandır. 4 badımcan, başlarını kəsmişəm. 500 qram, 500 neçə qram, belə 10 neçə qram idi. Yarım kilodan hazırlayıram. İndi bunları belə tam qabığını soymuram. Bu şəkildə belə dilim-dilim. Bu şekilde hamısını, qabıqlarını təmizləyirəm. Bıçaqla qabığını soyanda biraz elə bil ki, bunu qalın götürürdüm deyə bununla edirəm. Kimdə var bu kartuşka təmizləyən? Siz də buna edə bilərsiniz. Balaca kubiklarına kimi doğrayıram. Baxın, belə-belə hamısını doğrayıram. Hamısını bu şəkildə, yəni dediyim kimi doğradım. Baxın, belə. İndi bunun üzərinə məndə badımcanlar belə tumludur, acı olmasın da, yəni acılığı qalmasın deyə. Biraz duzda saxlayacağam. Biraz duzda saxlayıram, bir 15 dəqiqə. Sonra suyunu çıxartsın. Bir daha yuyacağım, tərkibində duz qalmasın istəmirəm. Yəni suyunu sıxacağım, acılığını buraxacağım. Yəni onu hamı bilir də, oranı göstərməyəcəm. Badımcanı dediyim kimi süzdüm, sıxdım, süzdüm. Belə, bu şəkildə. İndi bunun da üzərinə bir yumurta tökürəm. Ağlı, sarılı. O da niyə? Yumurtanı, axı badımcan çoxlu yağ aparır. Qovuranda, qızardanda çoxlu yağ aparır. Amma biz yumurtanı töküb qatışdıranda, yəni o qızardanda o qədər yağ aparmır badımcan. Həm də ki, yağı yəni canına elə çox çəkmir. Ona görə yumurta əlavə edirəm. Ağlı, sarılı. Bismillah. Və bunu qəşəngcə əlinə qaçışdırıram. Hər tərəfi yumurta olsun. Bir yumurta bəs eləyir yarım kiloya. 1 kilo badımcana 2 yumurta vurun. Yəni yumurta bilinmir içində. Yumurta sevməyənlər deməsinlər. Vay! Çünki həqiqətən də çox dadlı olur və bilinmir ki, içində yumurta var. Özünüz görəcəksiniz. Qoyuram kənara 15 dəqiqə. Mənə lazımdır soğan 4 diş. Sarımsaqdır, təzə sarımsaqdır və göyərtidir. Lazım olan ingrediyentlər. İndi əsas bizə soğandır. Onu qəşəng doğrayıram və qovururam. Soğanı doğradım. Soğanı aparıram. Tavaya yağı tökürəm. Soğanı da üzərinə. Soğanı qoydum qızarmağa. 3-4 dənə. Bunlar balaca olduğuna görə belə 4 dənə diş. Bunu da aparıram, soğanın üzərinə tökürəm. Soğanla sarımsağı da qovururam, duru yağda. Soğan mən istədiyim kimin oldu. Baxın, yağını süzüb soğanı götürürəm ki, həmin bu yağda soğanın, sarımsağın əti var, dadı. Orada badımcanları qovuracam. Soğanı belə, yəni suyunu süzdüm, soğanı götürdüm, qoyuram kənara. Həmin o yağda badımcanlarımı aparıram, qovurmağa. Yenə də deyirəm, dad olaraq da yumurta vurulub. Yox, yumurtanı vurdum ki, yağı az yesin. Yəni yağı az götürsün badımcan. Həmin yağa tökürəm badımcanları. Badımcanım qovrulana qədər sosu hazırlayıram. Yəni hardakı badımcanı nə ki tökəcəm daddır. Burada məndə petruşkadır, bir də keşnişdir. Petruşkanın da, keşnişin də bu uzunlarını atmıram. Yəni çoxu belə kəsir, atır. Çünki elə bunun özündə çoxlu vitaminlər var. Xırda-xırda doğrayıb istifadə edirəm. Burada bizdə smitan var. Smitan burada məndə 130 qramdır. 130 qram 3 belə dolu xörək qaşığı deməkdir. Belə, yəni bir daha deyirəm. Ətraflı olaraq həmişə olduğu kimi video aşağısında dəqiqliyindən hamısını yazacağım. Burada 130 qram smitandır. 130 qram da siz çaşdırmasın nə qədər deməkdir. 3 dənə belə dolu xörək qaşığı deməkdir. Yəni bunun da üzərinə soğan, qovurduğum soğanı tökürəm.
Doğradığım göyərtini əlavə edirəm. Duz əlavə edirəm. Duz, qara istiot, zövqə görə. Bile, ne olmuştu? Nerede? Babama ne olmuştu? Badımcanlarım da hazır oldu. Bakın böyle şen kızarır. Qovurduğum badımcanları hazırladığım sosun üzerine. Hazır oldu. Dadına baxayım. Çox dadlıdır. Dadların özünüz bilirsiniz nələr qatmışam. Hamısı bir yerdə qatışanda o qədər dadlı olunur. Bu resepti qaçırmayın. Yəni evdə badımcan varsa durun bunu hazırlayın. Çünki rahat ingrediyentlərdir. Hər evdə olunan tərəvəzlərdir. Çox sevəcəksiniz. Əsas da ki badımcan sevənlər. Yəni düşünürəm ki nömrə 1 olacaq. Siz də hazırlayın. Nuş olsun. Abunə butonuna basmağı unutmayın. Onda mən daha da çox həvəslənirəm. Sizinlə daha da dadlı, fərqli, maraqlı şirniyyatlarla, yeməklərlə paylaşıram. Abunə olub like qoyanlara təşəkkür edirəm.